Can Azərbaycan. Salam əziz dinləyicilər, İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Hər birimiz istəyirik ki, övladlarımız Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında bilgili böyüsünlər. Nizamimizi, Füzulimizi, Nəsimimizi tanıtmalıyıq. Deyəcəksiniz ki, onların dili çətindir, uşaq onların necə oxusun? Əmin olun ki, əgər bugün çap olunan kitablarla maraqlansaz, görərsiniz ki, elə nəşrlər var ki, Füzulini də, Nizamini də, Seyid Əzimi də uşaqlara sevdirmək çox asandır. Çünki bu istiqamətdə klassik ədəbiyyat nümunələri ilə bağlı məhz uşaqlar üçün seriya kitablar çap olunub. Və mən bu kitabları görəndə həqiqətən çox sevindim. Bu kitabların araya ərsəyə gəlməsində Əsəd Aslanoğlunun böyük əməyi var desəm, yəqin ki, yanılmaram. Beləliklə, bugünkü verilişimizin qonağı Mimta yayımlarının direktoru, kitabçı Əsəd Aslanoğludur. Əsəd bəy, xoş gəlmisiniz. Xoş gördük Pərvanə xanım. Mən elə bilirəm ki, kitabçı sözü sizə çox yaraşır və bugün dünyada bir kitabçılıq hərəkatı var sanki. Dünyanın ayrı-ayrı ölkələrində müxtəlif festivallar keçirilir. Elə bizim ölkəmizdə də tez-tez kitab festivalları keçirilir ki, insanlar kitaba daha çox maraq hiss etsinlər. Əvvəlcə oradan başlayaq ki, necə dəyərləndirirsiniz? Ümumilikdə vəziyyəti necə dəyərləndirirsiniz? Kitab oxuyanlar, kitaba maraq göstərənlər sizi qane eləyirmi? Məsələn, desələr ki, Əsəd müəllim, oxucuları bir təsnifatlandırın. Onları necə təsnifatlandırardınız? Çox sağ olun. Əvvəla belə bir həssas mövzuya, çox gərəkli bir mövzuya vaxt ayırdığınız üçün, bu sahəni davamlı təbliğ elədiyiniz üçün minnətdaram şəxsinizlə, bütün rəhbərliyinizə və ümumiyyətlə kitab ətrafında fikirlərini işıqlandıran hər kəsə. Çünki düşünürəm, kitab bəşəriyyətin ən ülvi ixtirasıdır və insan bəlkə də kitabla xoşbəxt ola bilmir, kitabla həqiqəti özün tapa bilmir, amma həqiqətə gedən yolları, xoşbəxtliyə gedən yolları mütləq başqalarının düşüncələrinin işığı olaraq kitabda tapa bilir. Təbii ki, yəni dünyada kitab oxuma ənənəsi, ölkəmizdə kitab oxuma ənənəsi biraz müqayisələr aparsaq, kitab oxuma mədəniyyətini artıq bir, belə deyək, vərdiş halına gətirilmiş, bəlkə də ölkələrdən geri qalırıq, amma hər halda son illər baş verən hərəkatlanma, nəşriyyatların müxtəlif istiqamətdə formalaşması, yeni kitab tiplərinin yaranması, dünya ilə ayaqlaşmaq və oxucu ilə yazıcı arasında bir körpü yaratmaq cəhdi bizdə biraz ümid yaradır və xüsusən gəncliyə yönəlik bir ümidlə deməyə əsas verir ki, bəli, bir oxucu kütləsi gəlir, bir mütaliə mədəniyyətini həyatının ayrılmaz bir hissəsinə çevirən bir cəmiyyətə doğru gedirik. Burada kifayət qədər optimist danışmaq olar, çünki son illər istər ölkənin müxtəlif bölgələrində, istər paytaxtımızda təşkil olunan kitab sərgiləri, o kitab sərgilərində oxucuların marağı, seçim artıq ənənəsinin yaranması, çünki seçim o kriteriyaların formalaşması oxucunu hazırlıqlı olmasını deməyə əsas verir. Bir var, siz kitabçıya yaxınlaşırsınız, ondan hər hansı bir kitab istəyirsiniz. Bir də var ki, artıq seçim üçün gəlmisiniz. Bəli. Bu mövzuda, bu yazıçının, bu əsərin, belə deyək də, istəyi var sizdə. Bax, o artıq hədəfli bir oxucu kütləsi deməkdir. Təbii ki, son illər bu sahədə Azərbaycan Nəşriyyatları İctimai Birliyinin böyük xidmətləri var. 30-a qədər nəşriyyat ətrafında toplanıb və sərgilər, xüsusən Mədəniyyət Nazirliyinin dəstəyi ilə bölgələrimizdə keçirilən sərgilər, Qarabağa kitabla gedirik ənənəsi, Qarabağda məhv olunmuş kitab mədəniyyətimizin, o kitabxanaların irsinin yenidən bərpası adına nəşriyyatların bir yarışarcasına yardımlaşması həqiqətən çox sevindirici hallardır. Elə yeri gəlmişkən bu günlərdə, yəni ayın 10-u 13-ü arası Əl Oyunları Sarayında 4-cü Uşaq Kitab Festivalı keçiriləcək. Yəni uşaqlara kitabı sevdirmək üçün ona bir festival ab-havası qatmaq lazımdır. Yəni istənilən gözəl ənənəni öncə sevdirmək lazımdır, sonra təbliğ etmək lazımdır. Bəzən biz övladlarımıza da birinci təbliğ eləyirik, amma o sevgini övlad, gənc, uşaq bizdə görməlidir birinci. Bəli.
o dəyərə biz nə qədər həyatımızda yer ayırırıq, ayrılmaz parçasına çeviririk həyatımızın. Bunu görəndən sonra təbii ki, o da sevərək gələcək, sevərək o vərdişə yiyələnəcək və o baxımdan elə bu sərgi bir festival havasında nağıl saatları, yazıçılarla görüşlər, müxtəlif, yəni bunlar hamısı baş tutur. Yeri gəlmişkən bu gün ayın 12-sidir. Hal-hazırda davam edir sərgi. Artıq onunla 2 gündür artıq davam edir. Bu gün sərginin 3-cü günüdür və kifayət qədər maraq var. Yəni valideynlərin o öz övladlarının əlindən tutub o kitab mühitinə gətirməsi çox önəmli bir dəyərdir. Bilirsiniz, insan belə bir söz var, hansısa mütəfəkkirlərin birinin belə bir sözü var ki, deyir, su hansı qabdadırsa o rəngdə görünür. Hansı rəngdədirsə qab, su da o rəngi alır. Qab qaradırsa suyu siz o rəngin çalarında görəcəksiniz, ağdırsa belə. İnsan da deyir su kimidir, hansı mühitə düşürsə o rəngə boyanır. Təsəvvür edin, bir valideynin öz övladı ilə kitab mühitinin içərisində o rəngə boyanmasından daha gözəl nə ola bilər ki? O gəlir, valideyni kimi başqalarının da kitaba olan sevgisini, kitaba verdiyi dəyəri görür. İstər-istəməz onda ən azından gözəl bir xatirə yaranır. Valideynimlə filan kitab sərgisinə getmişdim. Nə qədər gözəl səslənir. O sərgidə filan yazıçını gördüm. Filan kitabı aldım. Bu bir xatirədir. Ən azından belədir. Amma bir də var ki, siz yazıçı ilə canlı ünsiyyətdə olursunuz, kitab oxuyan bir mühit görürsünüz. Dünyada bu gün istənilən ənənəni, kütləni daha çox göstərməklə yayırlar. İstənilən yad ənənəni, hər hansı bir neqativ ənənə də ola bilər, sanki hər kəsin ona marağı varmış kimi belə trendləşdirirlər. Bir də var ki, kitabın trendləşməsi, mütaliənin, oxu mədəniyyətinin. Bu elə də asan deyil. Yəni bugün nəzərə alaq ki, süni intellekt həyatımıza çox sürətlə daxil olmaqdadır. Biz hərdən deyirik ki, 5 ildən, 10 ildən sonra nə olacaq, amma mən fikirləşirəm ki, 1-2 ildən sonra nələr olacaq. Süni intellekt o qədər sürətlə daxil olur ki, həyatımıza. Yəni o kitabın iyini, qoxusunu hiss etmək, kitabı özünlə daşımaq, bu kimi məsələlər var. Əsəd müəllim, biz bilirik ki, bugün nəşriyyat bazarlarında müxtəlif trendlər var. Yəni bir kitabın bestseller olması üçün qaydalar da var. Məsələn, dünya ədəbiyyatında bu gün çap olunan kitablara baxırıq. Hansı kitablar bestseller olur? Tutaq ki, mən daha çox müşahidə eləmişəm. Orada milli irqi ayrı seçkiliklə bağlı mövzulara toxunulduqda, cinsi ayrı seçkiliklə bağlı məsələlərə toxunulduqda və s. Yəni bizim bildiyimiz artıq sanki o eşq romanlarının çağı geridə qalıb. Və adamda belə bir qorxu hissi yaranır ki, bəs Mirzə Ələkbər Sabiri, Nizami Gəncəvini, Məhəmməd Füzulini bizim uşaqlarımız necə oxusunlar? Və siz o qədər gözəl bir işə imza atmısınız ki, uşaqlar üçün bu kitabları nəşr etdirmək. Gəlin əvvəlcə oradan başlayaq ki, sizdə bu ideya necə yarandı? Yəni bu qədər trendlərin içərisində birdən-birə klassik ədəbiyyatı uşaqlar üçün daha əlçatımlı etmək ideyasından söhbət gedir. Təbii ki, bu mənim şəxsimə bağlı bir ənənə deyil. Uzun illərdən bəri biz Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunda əsrimizin 2 böyük mətbu orqanını, Füyuzat və İşıq dərgilərini nəşr edirik. Artıq Füyuzatın 17 ildən çoxdur İşıq üzü görür. İşıq Azərbaycanın ilk qadın mətbuatı olan və 1911-ci ildə çıxmış İşıq qəzetini də jurnal formatında bərpa eləmişik. Artıq 14 ildir ki, İşıq da İşıq üzü görür, belə deyək. Və bu jurnalların, bu dərgilər sadəcə bir nəşr deyil, bir məktəbdir. Özə qayıdış məktəbidir, milli məfkurə məktəbidir, milli maarifçilik məktəbidir. Bunların tarixi bir ənənəsi var, izi var. Və öz ətraflarında o məktəbə Azərbaycan 20-ci əsrin əvvəllərində Azərbaycanın çox böyük simalarını toplayıblar. Əli bəy Hüseynzadələr, Əhməd bəy Ağaoğlular, Hüseyn Cavidlər, Mustafa bəy Əlibəylər, Xədicə xanım Əlibəyova və bu kimi onlarca ziyalı 20-ci əsrdən sanki günümüzə işıq saçırlar. Onların məfkurəsinin nəticəsi təbii ki, müstəqil dövlətə çevrildi və 1918-ci ildə biz Şərqdə ilk
demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətini qurduq və bu gün möhtərəm prezidentimiz də dediyi kimi biz cümhuriyyətin varisləriyik. Bizim dövlətimiz cümhuriyyət dövlətinin davamı kimi sanki biz aradakı o 70 ili sanki üzərimizdən götürüb ata bildik və yenidən ora qovuşduq. Ora qovuşarkən o 20-ci əsrin əvvəlindəki o maarifçilərimizin sanki ruhaniyyəti sevindi. Onların əməllərinin nəticəsi göründü. Bu sadəcə belə deyək də bir müstəqillik bizə sadəcə bir azadlıq vermədi. Həm də yenidən o irsə qayıdışımızı təmin elədi. Biz yenidən özümüzə üz tutduq. Yenidən başa düşdük ki, bizim əsrlərdən bu günə nə qədər böyük irsimiz varmış. Füzulilərimiz, Nizamilərimiz Sovet dövründə təbii ki, böyük alimlərimizin bu yöndə xidmətlərini də dana bilmərik, amma bu dəfə tamam başqa bir qayıdış oldu. Başqa bir qayıdışa cəhd, yeni formatlarda axtarış, yeni təqdimatlar. Bu yöndə biz fondumuzun daxilində bir nəşriyyat şöbəsi açdıq ki, yenidən o ənənələri fərqli bir formatda üz tutaq və klassik irsimizin xüsusən gənclərə yönəlik sadələşdirilmiş, amma təbii ki, kontentdən kənara çıxmayaraq, oradakı dəyərləri, oradakı ötürülən mesajları qoruyaraq, daha çox nəzmdən nəsrə çevirərək, bəli, məlumdur da, yəni günümüzdə gənclər hər kəs şeir oxumağa, şeirlə o hikmətli o dəyərləri almağa meylli olmaya bilərlər. Bu təbii bir xüsusilə də qəzəllə. Təbii ki, qəzəlin dili də çətindir, bəli, belə deyək də söz düzülüşü. Sadələşdirərək günümüzə gətirmək o belə deyək mətnləri Seyid Əzim Şirvani yaxud da ki bizim böyük şairimiz Nizami Gəncəvini, Məhəmməd Füzulini və bu yöndə olan ta 20-ci əsrin əvvəllərinə qədər olan bizim maarifçilərimizi fərqli üslublarda məktəbli kitabxanası seriyası olaraq biz təqdim etməyə çalışırıq. Artıq bu istiqamətdə az sayda kitabımız işıq üzü görməyib, amma il ərzində də ən azı 5 kitabımız bu yöndə işıq üzü görəcək və artıq bunun ətrafında da bir oxucu kütləsi formalaşır. Həqiqətən də oxucudan belə deyək də xoş təəssürat almaq kitabçı üçün bir qol qanaddır. Bilirsən ki, yəni sənin fəaliyyətin dəyərsiz qalmır, maraqsız qalmır. Kimsə ona maraq göstərir, kimsə gözləyir. İnsan psixologiyasında ən böyük belə deyək də hərəkət verici, güc verici əsaslardan biri kiminsə onu gözləməsidir. Həqiqətən razıyam sizlə. Seyid Əzim Şirvaninin bu il 190 illiyidir. Cənab Prezidentin də sərəncamı var bununla bağlı. Seyid Əzim Şirvani irsi ilə bağlı daha çox araşdırmalar aparılmalıdır, yeni əsərlər yazılmalıdır və artıq sizin Seyid Əzim Şirvaninin hekayələr və təmsillər kitabınız işıq üzü görüb. Bu kitabda Seyid Əzimin əsərlərini nəzmdən nəsrə çevirən Nigar xanım Cəfərzadədir. Təbii ki, bir işin ərsəyə gəlməsi arxasında böyük bir komandanın əməyi olur. Bizim komandamız bir ailə kimi o qədər bir-birinə belə deyək, tamamlayıcı bir rol oynayırlar ki, hətta kitabda hər kəsin o qədər böyük əməyi və fədakarlığı olur ki, sonda bəzən bu tip, yəni tərtibat deyirik də bu kitablara. Biz tərtib olunan kitablarda kimin daha çox əməyi olması bəzən itir. Bəzən kimin orada tərtibçi kimi yaxud da ki nəşrdən məsul şəxs kimi adının qeyd olunması belə bizim belə deyək də bir xoş bir ab-havada bir seçimə bağlı olur. Bu işin arxasındakı komandanın fədakarlığına bağlıdır. Təbii ki, kitabın hazırlanması müxtəlif etaplardan keçir. Orijinala sadiq qalmaq üçün biz klassik irsimizi çox yaxşı bilən mütəxəssislərə davamlı ehtiyac duyuruq. Bu sahədə əməkdaşlıq eləyirsiniz. Təbii ki, bu sahədə bizim şərqşünas alim Muxtar Cəfərlinin mən xidmətlərini qeyd etmək istərdim. Yəni Seyid Əzim Şirvani tutaq ki, bizə yaxın bir dövrdə yaşayıb, hər nə qədər Füzuli irsinin, Füzuli məktəbinin ən parlaq nümayəndələrindən biri olsa da, yəni o mürəkkəbliyə bağlı olsa da, yenə də bizə yaxın bir dövrdür. Amma təsəvvür eləyin ki, Məhəmməd Füzulidən danışırsınız, yaxud Nizami kimi bir dəryadan danışırsınız. Təbii ki, bu irsin bilicisinə ehtiyac var.
Hələ o mətnin belə deyək də orijinallığına bağlı bir tərcüməyə ehtiyac var ki, o mətn orijinal halda bir tərcüməsi ortaya gəlsin və ondan sonra o nəzmlə nəsrə çevrilərək sadələşdirilsin. Bu etaplar bəlkə də belə sözlə demək asandır, amma çox mürəkkəb etaplardır və kifayət qədər insandan vaxt tələb eləyir, belə deyək, zəhmət tələb eləyir. Bu kimi işlərin redaktəsi özü özlüyündə ayrıca bir işdir. Çalışırıq ki, tək bir redaktor olmasın, bir neçə redaktə etapından keçsin. Yaxud da ki, diqqət eləsəz görərsiniz ki, bu gün Mimta yayımlarının nəşrlərində mətnlər çox təmiz olur. Yəni bizim dilimizin o özlüyünə bağlı olsun. Çalışırıq ki, hətta günümüzdə işlənməyən, amma dilimizin çox önəmli qatın təşkil edən qiymətli sözləri itirməyək, dilimizə gətirək. Bu bizə füyuzat ənənəsindən yaranıb. Və korrekta prosesindən də dəfələrlə təbii ki, keçir kitab. Artıq biz kitabı çıxardıb ərsəyə gətirərkən demək olar ki, hamımız o kitabı əzbər bilirik. O dərəcədə, yəni zəhmətli, amma eyni zamanda zövqlü bir işdir. Ona görə bizim mətnlərimiz bax belə təmiz olur. Oxuculardan da həmişə müsbət cavablar, təəssüratlar alırıq. Hər bir halda kitab işi düşünürəm o qədər gözəl, o qədər belə işıqlı bir mühitdir ki, istər-istəməz insan o mühitin içərisində kamilliyə bir yol ala bilir. Müxtəlif düşüncələrin işığında sadəcə öz düşüncəsini bütləşdirməkdən qurtula bilir. Bax, bu gün biz elə bir ölkədə yaşayırıq ki, bizim üçün multikultural dəyərlər çox önəmlidir. Fərqli-fərqli anlayışda, fərqli-fərqli ideoloji əsaslarda, fərqli-fərqli hətta dinlərdə, xalqlarda bir ailə kimi biz bu dövlətin ətrafında, bu dövlətin zənginliyini təşkil edirik, belə deyək. Və bizim bir-birimizi anlamamıza, bir-birimizin tanımamıza, bir-birimizə yaxın olmamıza, bir Azərbaycan ailəsini təşkil etmək üçün bir-birimizi sevməmizə ehtiyac var. Bəli. Təbii ki, bu da ancaq bir-birimizin dəyərlərimizə, düşüncələrimizə ehtiramla mümkün ola bilir. Bu hazırlığı isə bizə müxtəlif düşüncələri qəbul edə bilmə hazırlığı aşlayır. Biz fərqli düşüncələri sadəcə ziddiyyət olaraq deyil, zənginlik olaraq qəbul eləyəndə həqiqətən zəngin bir xalqa çevriləcəyik. Hər tərəfli bir xalqa çevriləcəyik. O zaman bu xalqın içərisində yaşayan hər hansı bir milli azlıq özünü təcrid olunmuş hesab eləməyəcək. Təbii ki, bu gün də elədir. Bu gün də o dövlət pərdəsi, dövlət belə deyək, ailəsi altında o özün belə deyək də orada barınmış hesab eləyir. Orada o sevgini görür, o qayğını görür. Amma bir də var ki, xalqın içərisindən o sevgi, o qaynayıb qarışma. 44 günlük vətən müharibəsi bizdə həqiqətən nə dərəcədə bir-birimizə ehtiyaclı olduğumuzu bir daha bizə xatırlatdı və çox şükürlər olsun ki, biz bu imtahandan üzə çıxdıq. Bilirsinizmi, Qarabağ müharibəsi bizə sadəcə bizdən alınmışları geri qaytarmadı. Bizi həm də unutduğumuz özümüzə qaytardı. Biz bir daha baxdıq ki, biz nə qədər gözəl imişik. Hər xalq çətinlikdə birləşə bilmir. Biz çətinlikdə birləşə bildik. İxtisasından, təmsil elədiyi sosial təbəqədən asılı olmayaraq hər kəs o gün Azərbaycanlaşdı, Qarabağlaşdı. Hər kəs Qarabağlı oldu. Bir eldə, bir obada bir şəhid gələrkən hamının evindən şəhid verirmiş kimi olduq. Bir qazi gələrkən hamının qazisi oldu. Bax, bu bir xalqın belə deyək, fəxr eləməsi üçün, qürur duyması üçün tarixinə yazılmış, qızıl hərflərlə yazılmış səhifələrdə düşünürəm ki, biz hələ zamanla bu səhifələrin bəhrəsini görəcəyik, bu birliyin, bu bərabərliyin, bu sevginin. Amma bunun üçün bizim bir-birimizi sevməmizə, bir-birimizi tanımamıza, bir-birimizin dəyərlərinə, düşüncələrinə ehtiram etməmizə çox ehtiyac var ki, bunun da ən önəmli qapılarından biri kitablardır. Yəni, kitablar bizə fərqli düşüncə rəngləri təqdim eləyir. Bizə göstərir ki, bax, həyatın bu tərəfi də var. İşimizin, ixtisasımızın, məşğuliyyətimizin gərəyindən dolayı biz çox oxumağa məcbur oluruq. Çünki biz həmişə deyirik ki, Mimta yayımlarında biz elə kitablar nəşr eləyirik ki, bəlkə də həddən artıq həssaslıq göstəririk. Evimizə, övladımıza hansı kitabı könül xoşluğu ilə, könül rahatlığı ilə təqdim eləyə biliriksə, millətin digər balalarına da onu təqdim eləməyə alnımız açıq, üzümüz ağ. Kitabın içərisində yad ideologiyalar, dəyərlərimizə, milli, irsi, mənəvi dəyərlərimizə zidd olan bir cümlə belə orada keçməsinə biz razı olmarıq.
yadın havası tez zəhərləyir insanı. Bir də var ki, o kitabın libasında təqdim olunur. Kitab özü müsbət bir dəyərdir, amma içərisində bəzən mənfi düşüncə daşıya bilir. O həssaslığa bu gün çox ehtiyac var ki, təmizlənsin mətn. Oradan o yad fikirlər çıxarılsın. Bəlkə də çox gözəl bir əsərdir, amma orada keçən bir nüans bizə ziddir. Onu aradan qaldırmaq lazımdır. Təbii ki, müəlliflik hüquqlarına ehtiramla biz seçimimizi o yöndə eləyirik ki, hər kəsə o dəyərli kitablar çata bilsin. Siz danışdıqca mənim yadıma bir hadisə düşür. Yəni xoş hadisədir. Hadisə sözündə nəsə bir ağırlıq var əslində Əsəd müəllim, amma xoş hadisələr də olur. Məktəblərin birində şagirdlərdən biri doğum günündə sinif yoldaşlarına kitab paylamışdı. Adətən olur axı doğum günlərində nədənsə doğum günü olana hədiyyə alınması əvəzinə məktəblərdə, siniflərdə bu ənənə var ki, sən hədiyyə verməlisən. Hamıya şirniyyat, nə bilim kökə və s. Amma həmin uşaq kitab paylamışdı hamıya. Bu o qədər gözəl ənənədir ki, mənə elə gəlir ki, məktəblərlə iş bu çox vacib bir məsələdir. Məsələn, bu istiqamətdə sizin hansı uğurlarınız var? Məktəblərlə işin aparılması, bilmirəm, nəşriyyatlar bu məsələdə nə qədər maraqlıdırlar? Ümumiyyətlə, bu sahədə hansısa problemlərlə qarşılaşırsınızmı? Məktəblərin hamısı razılaşırmı o kitabları əldə etməyə? Söhbət, yəni, yanlış anlaşılmasın dinləyicilərimiz tərəfindən. Kitabın satılmasından, maddi məsələlərdən burada söhbət getmir. Əlbəttə ki, əgər zəhmət çəkilibsə, o zəhmətə qiymət verilməlidir, onun dəyəri olmalıdır. Amma məktəblərin və məktəb direktorlarının özlərinin maraqlı olması ki, bəli, məktəb kitabxanaları var. Bəli, məhz bu kitablar, tutaq ki, Seyid Əzimin təmsilləri, hekayələri, Nizami Gəncəvinin Xəmsəsindən olan hekayələri, Natəvan hekayələri adlı çox gözəl bir kitab çap olunub ki, bu kitab bizim kitabxanamızda da olsun. Bu iş necə aparılır Əsəd müəllim? Bu sahədə ürək açan fəaliyyətimiz var. Azərbaycan Nəşriyyatları İctimai Birliyi olaraq təbii ki, çünki bir nəşriyyat olaraq bəlkə də sizin təqdim elədiyiniz kontent müəyyən qədər az saylı ola bilir, sərhədli ola bilir, amma bir birlik adı altında birləşəndə, bir 30-a qədər nəşriyyat, hər kəs o yükün altına öz əlini qoyanda bu çox böyük bir gücdür. Kitab qurdu layihəsi var məktəblərə və belə deyək, gənclərə yönəlik. Hər il ənənəvi olaraq keçirilir. Növbəti kitab qurdu da elə bu yaxınlarda keçiriləcək. Bundan başqa bölgələrdə kitab oxuma ənənəsini belə yaymaq üçün müxtəlif seminarlar, müxtəlif istiqamətli görüşlər də olur. Xüsusən sərgilərin bu yöndə həqiqətən rolu çox qiymətlidir. Məsələn, bu yaxınlarda keçən il səhv eləmirəmsə biz Lənkəran kitab sərgisinə gedərkən bölgələrə misal olaraq nümunə verirəm. Siz inanmazsınız, insanlar necə sevinirdilər. Sonuncu dəfə 80-ci illərdə belə bir sərginin olduğunu deyirdilər. Yaxud da ki, artıq neçənci dəfədir Gəncə kitab sərgisi olur, Naxçıvan kitab sərgisi olur. Bölgələrdə belə sərgilərimiz artıq əlinə alıb və sualınıza sırf qayıtdıqda isə təbii ki, başlıca olaraq burada Təhsil Nazirliyinin bir təşəbbüsünə çox böyük ehtiyac var. Siz hər nə qədər bir nəşriyyat olaraq bu təşəbbüsü göstərsəniz də, məktəblər Təhsil Nazirliyinə bağlı təbii ki, qurumlardır və onlar bu məsələdə həssas yanaşmaları kifayət qədər başa düşüləndir. Amma bu Təhsil Nazirliyindən bir seçimə bağlı olaraq bu təşəbbüs göstərilərsə, biz nəşriyyatlar olaraq təmənnasız bu ənənənin yayılmasında çox maraqlıyıq. Hətta təmənnasız. Mütləq təmənnasız. Hətta orada oxunacaq kitabların belə pulsuz verilməsinə razıyıq. Ki, mən bundan heç razılaşmıram Əsəd müəllim. Artıq neçənci müəllifdir ki, əziz dinləyicilər gəlir və mən soruşuram ki, kitabınızı hardan alım? İndi sizin kitablarınız satışda var, şükürlər olsun. Elə müəlliflər olub ki, Pərvanə xanım, mən bu kitabı satmaq məqsədi ilə çap etdirməmişəm. Ay qardaş, ay bacı, niyə? Siz əziyyət çəkirsiniz, kitab yazırsınız, bu kitab üçün sizin xərciniz çəkilir və bu kitabla bağlı araşdırmalar aparırsınız. Bizim nə qədər alimlərimiz var ki, çox gözəl kitablar çap etdirirlər və onlar bunu necə əziyyətlə etdirirlər, siz özünüz daha yaxşı bilirsiniz. Və sonra deyir ki, mən bu kitabı hədiyyə olaraq, yəni satışda olmayacaq hədiyyə olaraq çap etdirmişəm. Etməyin. Birincisi, hər adama kitab hədiyyə etmək olmaz. Razısınız Əsəd müəllim? Razıyam. Kitaba dəyər verən, kitabın belə deyək də o ötürdüyü mesajı anlayan
insana kitab hədiyyə olunar. Kitab sadəcə vərəq, kağız, mətn hədiyyəsi deyil. Kitab bir fikir hədiyyəsidir. Və müəllifdən də müəllifə fayda olsun deyə o kitabı mütləq almaq lazımdır. Təbii ki, sadəcə mən bunu o mənada dedim ki, buna belə razıyıq. Yetər ki, gənclərimiz kitaba daha böyük yaxında qayıtsınlar. Yəni o məktəb kitabxanaları əlaqə saxlasınlar və bu kitabları əldə eləsinlər. Mən bu məsələyə biraz tənqidi yanaşmaq istəyirəm. Buyurun. Bizim təhsil sistemimizdə sanki belə bir ənənə var ki, biz elmin qabığını təqdim eləyirik, məqsədin deyil. Siz heç xatırlayırsınız orta məktəbdə oxuyarkən idrak səviyyəsinə çatmış müəlliminizi necə istəmisiniz? O sizə həyatdan bir mesaj, həyatı hazırlıq dərsi keçməsi, özünün inandığı dəyəri aşılaması insanda nə qədər təsir qoyur? Mənim bir də var ki, cəmi bir müəllimim olub elə. Hər kəsin həyatında elə olur. Cəmi bir. Niyə elədir? Orta o sualı biz özümüzə verməliyik. Bəli. Çünki o özü sizlə arasında bir bağ yaradıb. O sizdən, özündən sizə bir pay verib, idrak payı. Digəri isə sadəcə məlumat paylaşılmasıdır. Hansısa tarixi informasiyanın, hansısa teoremlərin, düsturların əzbərlədilməsi hələ elm demək deyil. Elm mütləq təlimlə, niyə təlim və tərbiyə deyirik? Elm mütləq əxlaqla yanaşı, dərklə yanaşı aparılmalıdır. Belə olmasa onun nəticəsi olmayacaq. Elə olanda biz, baxarsınız, bu ifadəni deməkdən həqiqətən utanıram. Rüşvətxor müəllim hazırlayarıq, baxarsınız. O əxlaq götürülməsə, o vicdani, belə deyə, hazırlıq aşılanmasa insana, baxarsınız ki, öz dəyərlərinə yad bir gənc hazırlamısınız. Bəli. Milli təəssübkeşlik hissi olmayan gənc. Təbii ki, o dəyəri amma aşılayanda və o dəyərin bir timsalı olaraq müəllimi qarşısında görəndə şagird yaxud daha irəli yaşda tələbə o zaman həyatından əyani bir dərs alır. Bugün buna ehtiyac var. Bəlkə də bugün bizim cəmiyyətin kitabdan daha çox insana ehtiyacımız var. O hazırlıqlı, o fədakar. Əli bəy Hüseynzadə deyirdi ki, fədakar lazımdır, fədai lazımdır deyirdi. Üzərinə sıçrayan murdallıqdan qorxmayan. Yəni o cəhalətin bataqlığına doğru gedirsən, təbii ki, orada bir qarşı durma ilə üzləşəcəksən. Ondan qorxmayan fədai lazımdır deyir. O cəhalətin dərin-dərin çuxurlarına daşlar yuvarladan, o çuxurları dolduran fədai. Bugün kitab işi ilə məşğul olmaq bir növ o fədailiyin nümunəsidir. Bir müəllim əsl fədailiyin nümunəsidir. Baxın, mən bir örnək vermək istəyirəm. Məndən həmişə soruşurlar ki, hansı kitabı bizə tövsiyə edirsiniz? Ay, heç sevmirəm o sualı. Mən deyirəm ki, siz kitab oxuyun. İstənilən kitabı, yəni sizə oxu mədəniyyəti, oxu sevgisi, mütaliə sevgisi yaradılan istənilən bir kitaba başlayın. Başlayın hər şeyi. Ən böyük ideologiyalar belə bir addımla başlayın. Bəli. Bir addımla başlayın, bir az həcmli, az səhifəli bir kitabla başlayın, amma kitab oxuyun. Bunun ardı gələcək, davamı gələcək, mütləq gələcək. Baxın, tarixən böyük təlimlərin içərisində hamısı insanla başlayıb. Və bu insanla başlamaq bizim orta əsrlər boyu bir mədəniyyətimizdə də bu ənənə tətbiq olunub. Müəllimlər soruşarmışlar, o dövrün hələ belə deyək də müasir tipli məktəbləri yox idi. Mədrəsələr filan dairəsində soruşurmuşlar. Nə məşğul olmağı sevirsən? Tələbədən soruşarmışlar. Deyərmiş ki, məsələn, atlara qulluq eləməyi sevirəm. Çox primitiv bir misal verirəm. Onu o işlə məşğul edərək tərbiyəsinə və təliminə məşğul olarmışlar. Bu nə deməkdir? Bu o deməkdir ki, sən sevdiyin işlə məşğul olarkən məlumat qəbul eləməyə də hazırlıqlı olursan, istənilən dəyəri də qəbul eləmək üçün hazırlıqlısan, amma həyatda narahatsansa, təsəvvür eləyin ki, siz müəllimsiz, auditoriyaya girmisiniz, yaxud da ki, orta məktəbdə sinifə girmisiniz və qarşınızda problemlərlə dolu bir şagird yaxud bir tələbə oturub. Siz ona hansı məlumatı aşılaya bilərsiniz ki, hansı dərsi tədris eləyə bilərsiniz ki, onun hələ içərisində bir burulğan var. O bir qayğı gözləyir hələ. O qayğı bəzən bir təbəssümdən doğur, bəzən bir baxışdan doğur, bəzən müəllimin o şagirdin başına çəkdiyi bir sığaldan doğur.
O sevgi onun içərisində bir işığa çevrilir və ondan sonra sən ona hansı dərsi tədris eləyirsənsə, o sevə-sevə qəbul eləyəcək. Bax, bu ənənəyə bizim yenidən sarılmamıza ehtiyacımız var ki, orta məktəbdə kitab deyəndə də əgər şagird görürsə ki, müəllimim kitab oxuyandır, kitabı sevəndir, kitabın içərisindəki faydalı nümunəni həyatına tətbiq eləyərək bu cür ideal bir vəziyyətə gəlib şagird üçün, bax, onda müəllimin məşğul olduğu işlə o da məşğul olmaq istəyəcək. Yoxsa mən nə qədər desəm ki, kitab oxu, kitab oxu, kitab oxu, evdə də övladlarımıza bunu deyirik, amma övlad görəndə ki, valideyn gündə yarım saat da olsa, 1 saat da olsa mütaliə məşğuliyyəti var, o istər-istəməz nə qədər az yaşlı da olsa, gedəcək, özünə uyğun sizin rəfinizdən bir kitab götürəcək və o da özünü oxurmuş kimi göstərəcək. Zamanla bu ailədə bir mütaliə mədəniyyəti yaradacaq və mütaliə mədəniyyəti formalaşan xalqların biz bugün istər sosial həyatda, istər iqtisadi durumlarında, istər düşüncə dözümlülüyündə hazırlıqların görürük. O baxımdan mən həmişə tələbələrə əsas tövsiyə etdiyim kitablardan biri Bəyaz Zanbaqlar ölkəsində Qriqori Petrovun çox məşhur bir əsərdir. Onu tövsiyə edirəm. Həqiqətən, yəni bir xalqın bataqlıq səviyyəsindən zirvə həddinə gəlib çatmasının belə bir hekayəsidir o kitab. Gənclərimizə düşünürəm, konkret bir kitab demək istəməzdim, amma bu tipli kitabların oxunmasını, düşüncəmizi hərəkətə keçiriləcək. Düşüncə özü özlüyündə, yəni mücərrəd bir anlayışdır. O hərəkətə tökülməyincən, hərəkətə çevrilməyincən biz onu necə olduğunu bilə bilmərik ki. O sadəcə təmsil, həyatda təmsil olunanda biz onu bilirik. O baxımdan bizim düşüncəmizi hərəkətə keçirən, bizə müsbət dəyərləri aşılayan kitablara ehtiyacımız var ki, biz bugün o kitabları təbliğ etməyə çalışırıq, nəşr etməyə çalışırıq. O yazıçıları hətta yetişdirməyə çalışırıq. Yəni sizlə daimi əməkdaşlıq edən yazıçılar var. Təbii ki, bugün biz nəşriyyat olaraq müxtəlif beynəlxalq sərgilərə qatılırıq və o sərgilərdə dünyanın demək olar bütün ölkələrindən gələn nəşriyyatlarla görüşlər olur, təkbətək görüşlər, təcrübə alış-verişi olur. O təcrübə mübadiləsi içərisində təbii ki, müəlliflik haqqlarının alınıb satılması olur. Bu gün ölkəmizdə kitab piratçılığına qarşı bir mübarizəyə də çox böyük ehtiyac var. Baxırsınız, gözəl bir kitab çıxır, amma sabah o kitab dükanlarda pirat şəkildə artıq yayılıb. Bu, düşünürəm ki, çox mütəşəkkil formada təşkil olunmuş bir mübarizə olmalıdır. Yəni, mən elə bilirəm, bugün artıq bu məsələlər həllini tapıb axır. Yəni, bugün də var. Bir siz nə yadıma düşdü? Ramiz Rövşənin şeirlərini, yəni, sürətini çıxarıb bir kitab halına salmışdılar. Bu, təxminən bir 10-15 il bundan əvvəlin söhbətini eləyirəm. Ramiz Rövşən də sevilən şair və onun o kitabları özündən xəbərsiz bütün metrolarda satılırdı, bütün keçidlərdə satılırdı. Ramiz Rövşən bir dəfə söhbətlərində dedi, vallah mənim bu kitabların heç birindən xəbərim yoxdur. Mən elə bilirəm, artıq 10 il bundan əvvəldə qalıb bu söhbətlər, amma siz deyirsiniz, yəni indi də var belə şeylər. Çox təəssüflə dilə gətirirəm ki, bəli, var. Hətta təəssüflər olsun ki, bəzi nəşriyyatlar belə müəlliflik hüququ hələ davam edən, çünki beynəlxalq belə deyək də qanunlara görə yazıçının, müəllifin vəfatından 60 il keçənə qədər onun müəlliflik haqqları mütləq onun varisləri ilə yaxud onun müəlliflik haqqlarını təmsil edən bir qurumla razılaşdırılmalıdır. Əks halda bu kitabın hər hansı bir şəkildə tirajlanması piratçılıq hesab olunur. Hər nə qədər o nəfis şəkildə çap olunsa belə, bunun adı yenə də, çox üzr istəyirəm, oğurluqdur. Bu piratçılıqdır və ölkəmizdə bugün Nəşriyyatlar Birliyi olaraq əl-ələ verib bununla mübarizə aparırıq. Amma burada həqiqətən çox mütəşəkkil bir mübarizəyə ehtiyac var. Dövlət, nəşriyyat və oxucu mübarizəsinə ehtiyac var. Oxucu əgər bu kitabın pirat olduğunu bilərək alırsa, o ilk növbədə özünə və o yazıçıya, həmçinin o kitaba bir hörmətsizlik olduğunu bilməlidir bunu. Bu, bir düşüncə məhsuluna hörmətsizlikdir, dəyər verməməkdir. Oradan hansı bəhrə alına bilər ki? İnsanın ən azından bir vicdan məhkəməsi var da içərisində. Amma ona bilsə ki, onu qanuni təmsil eləyən
bir nəşriyyat var, yaxud bir qurum var. Təbii ki, ora yönəlməlidir, onu almalıdır. Son vaxtlar bununla bağlı ölkəmizdə müxtəlif, yəni təbliğatların nəticəsi olaraq az da olsa müsbət bir nəticə var. Öncə müəlliflik hüququ alınmadan nəşr olunan kitabların son illər yenidən həmən nəşriyyatlar tərəfindən bu məsələyə qayıdılaraq müəlliflik hüquqlarının razılaşdırılmasını görə bilirik. Amma hər bir halda bu mübarizə aparılacaq bir problemdir və düşünürəm, istər hər hansı bir həvəskarın kitabı print çap olaraq tirajlanması, istər bir nəşriyyatın legal özünü göstərib, amma qanunsuz olaraq piratçılıqla məşğul olması qətiyyən yol verilməz bir haldır. Bu, ümumiyyətlə bir düşüncəyə, bir intellektual, belə deyək, məhsula çox böyük bir sayğısızlıqdır. Bəli. Mən sizə dərin təşəkkürümü bildirirəm. Deməli, Natəvan hekayələri, Nizami Gəncəvinin Xəmsəsindən seçmələr, Xəmsədən hekayələr, Seyid Əzim Şirvaninin təmsilləri və Məhəmməd Füzulinin Rind və Zahid əsəri, Seyid Əzim Şirvaninin hekayələr və təmsillər kitabı, sonra Sədi Şirazinin Gülüstan, Qasım bəy Zakirin təmsilləri, yəni görün, hələ davam edəcək əziz dinləyicilər və bu bir seriyadır. Bu kitabları uşaqlarınız üçün əldə edə bilərsiniz. Onlar bu insanları, bu şəxsiyyətləri Azərbaycan ədəbiyyatında görkəmli imzası olan ədiblərimizi qoy tanısınlar və bu kitabları əldə etmək üçün birinci hara getmək lazımdır? Kitab festivalına. Bugün də davam edir, sabah da davam edəcək. Festivalı bunun üçün çox əlverişlidir. Həm də daha münasib qiymətə əldə edəcəksiniz. Təbii ki, xüsusi endirimlər, ən azı 30% endirimlər əldə edəcək. Kitaba endirim, bayaq dediniz, kitabı pulsuz vermək heç doğru bir şey deyil. Məncə heç kitabı endirim etmək də çox düzgün bir şey deyil. Amma hər bir halda oxucunu istənilən vasitə ilə kitaba qovuşdurmaq üçün endirimlərdən də faydalanmaq lazımdır. Kitabı hətta hədiyyə verərək də faydalanmaq yetər ki, kitaba qovuşsun oxucu. Mən sadəcə Əsəd müəllim, müəllifin əziyyətinə görə bunu deyirəm. Çünki mən elə müəlliflər tanıyıram ki, onlar inanın, nə bilim, ən qiymətli zinət əşyasını satıb kitab çap etdirən müəlliflər tanıyıram və əmin olun ki, var belə insanlar. Evinin, belə deyim də, evinə hansısa bir dəyərli əşya lazımdır, onu almır, amma gedir, xaricdə tədqiqat aparır. Öz şəxsi vəsaiti ilə. Yəni, bu insanlar fədakardırlar da. O insanların gəlindi kitabını sən hədiyyə kimi istə. Necə adamın ürəyi yol verər? Doğrudur. Çox qısa, əgər vaxtımız varsa, əlbəttə, bir məsələyə toxunmaq istəyirəm. Siz irsimizə diqqət çəkdiniz. Bizim tarixi roman sahəsində ustad yazarımız mərhum Əzzə Cəfərzadənin kitablarını da biz nəşr edirik və bu ildə o nəşrlər davam edəcək. Ona qədər kitabı Mimtay yayımlarında çıxacaq və bir məsələni diqqətə çatdırmaq istəyirəm. Bu yaxınlarda elə Əzzə Cəfərzadənin məşhur Aləmdə Səsim Var Mənim romanını biz nəşr edərkən müəllifin varisi dəyərli Turan bəy həqiqətən çox fədakarcasına Əzzə Cəfərzadə irsini qoruyur, təbliğ eləyir. Buradan təşəkkür eləyirəm, salamlarımı göndərirəm. Həqiqətən çox dəyərli bir ziyalımızdır. Əzzə xanımın əl yazmasını biz bir yerdə işlədik Turan bəylə. Sovet, belə deyək də, Kiril əlifbası ilə. Bəli. O təbii ki, müstəqillik dövründə də nəşr olunub Aləmdə Səsim Var Mənim, amma Sovet dövrü nəşri əsas alınaraq çap olunub o kitab. Amma Sovet dövründə kifayət qədər çıxarılan yerlər olub. Turan bəy o yerləri Əzzə xanımın əlyazmalarından tapdı. Harda ki, bizim milli dəyərlərimizə, mənəvi dəyərlərimizə müsbət bir fikir var. Bütün o yerlər bu əsərdən çıxarılıbmış. Aləmdə Səsim Var Seyid Əzim haqqında olan əsərdir də. Həyat haqqında çox dəyərli bir romandır. Əzzə Cəfərzadə yaradıcılığının bəlkə də zirvəsindən biri hesab olunur. Çox bişmiş bir mətndir, belə deyək. O fikirləri yenidən oxuyarkən həqiqətən necə o fədakar yazarımızın uzaq görən olduğunu mən gördüm. Təsəvvür edin, 70-ci illərdə. Həmin hissələri daxil elədiniz kitaba? Təbii ki.
təbii ki, daxil elədik, sevinərək daxil elədik. Çünki o qədər qiymətli orada məsələlərə diqqət çəkmişdi ki, xüsusən Sovet dövründə nəşr olunandan sonra kitabın dərkənarına, belə deyək də, o çıxarılan cümlələri yazıb, saxlayıb ki, düşünüb gələcəkdə mütləq bir şərait yaranacaq və bu kitab öz orijinal şəklində çap olunacaq. Bu həqiqətən bir duyğusal insanda bir hiss də yaradır ki, bax bu gün Əzzə xanımın yazdığı şəkildə bizim o milli dəyərlərimizə həssasiyyəti zirvəsində o kitab bu gün oxuculara qovuşur. İlk dəfədir tam orijinal formatda. Bu tipdə, yəni həqiqətən fəaliyyət göstərmək, o irsimizi, o tarixi dəyərlərimizi bu günümüzə gətirmək, gənclərimiz arasında bir körpü rolu oynamaq həqiqətən çox düşünürəm şərəfli bir işdir. Çox sağ olun Əsəd müəllim. Mən sizə uğurlar arzu edirəm. Bizim verilişimizə də belə əli dolu gəlmisiniz. Qəşəng-qəşəng kitablar gətirmisiniz. Mən əminəm ki, kitab festivalında sizin stendin izləyiciləri də çox olacaq. Mən əminəm ki, bu kitabları əldə edəcəklər bizim məktəblilərimiz, valideynlərimiz. Hər bir kəsə mütaliə arzu edirəm, kitab oxumağı arzu edirəm. Çünki doğrudan da bugün vizuallıq çox artıb. Biz hər şeyi vizual, yəni göz yaddaşına sanki inanırıq. Amma bir də var ki, sən sadəcə oxuyursan, bütün ssenarini də özün qurursan öz beynində, sənin beynin, ruhun, xəyalın hamısı bir yerdə işləyir və o yaddaş əmin olun ki, daha etibarlı yaddaşdır, silinməz yaddaşdır. Çox gözəl söylədiniz. Günümüzün ən böyük problemlərindən biri informasiyanın səthi axınıdır. Bu insanın dərin yaddaşına hopmur, amma mütaliə insanda təsəvvür yaratdığı üçün onun yaddaşında qala bilir. Mən arzu eləyirəm ki, o oxunan kitablar bizim həyatımızda müsbət bir iz qoysun. Bizim belə bir sloqanımız var ki, oxuduğun qəlbini ülviyyətə bağlasın. Oxu. Önəmli olan odur. O oxumaqdan o qədər kitab oxuyanlar var ki, həyatlarına tətbiq eləyə bilmirlər. O işıqlı fikirləri gətirə bilmirlər həyatlarına. Önəmli olan o dəyəri həyatımıza gətirə bilməkdir. Məqsəd insan olmaq, insaniyyətdə zirvələşməkdirsə, qoy oxumaq da ora bir qapı açsın. Qapı açmayacaqsa, fərqi yoxdur. Bir insan elə həyat şəraitində yaşaya bilər ki, o heç vaxt kitaba əlçatımlı olmaya bilər. Amma yetər ki, o insanlığı olsun onun, sevgi ilə baxa bilsin, qayğı ilə baxa bilsin, mərhəməti olsun. Mərhəmətdən, sevgidən nə qədər payımız varsa, o ölçüdə insanıq. Təşəkkür edirəm sizə. Çox sağ olun gəldiyiniz üçün. Klassik ədəbiyyat nümunələrimiz haqqında danışdıq. Xüsusilə də uşaqlar üçün çap olunan yeni kitablar. Mən bayaq bu kitabların hər birinin adını çəkdim əziz dinləyicilərimiz və bu işdə əməyi olan Mimta yayımlarının direktoru, kitabçı Əsəd Aslanoğluna bir daha dərin təşəkkürümüzü bildirib. Bugün Əsəd müəllimlə həmsöhbət olmaq həqiqətən çox xoş oldu. Bu kitabların hər birini əldə etməyi sizə tövsiyə edirik. Növbəti verilişlərdə görüşmək ümidi ilə verilişimiz artıq yekunlaşır. Aparıcınız mən idim Pərvanə Nadir qızı. Sağ olun, salamat qalın. Salamat qalın. Salamat qalın. Salamat qalın. Salamat qalın.